Bildiyimiz kimi ingilis dilində keçmiş zamanda feillər iki yolla düzəlirdi. Biri qaydalı, digəri qaydasız. Qaydalı feillər feillərin sonuna id şəkilçisi artırılmaqla düzəlir. Amma id şəkilçisi artırılanda bütün feillər eyni cür oxunulmur. Və bu tələbələrdə, şagirdlərdə, ingilis dilini öyrənənlərdə çaşqınlıq yaradır. Sözlərin səhv tələffüzü olunmasına səbəb olur. Ona görə də bu sadə görünən, amma çox önəmli dərsə müraciət etmək istədim. Belə ki, feillərin sonuna id əlavə olunanda, yəni qaydalı feillərdə tələffüz 3 yolla düzəlir. Bir, t kimi tələffüz olunur idi. İkincisi id d kimi tələffüz olunur və üçüncü halda id birləşməsi id kimi tələffüz olunur. Baxaq görək hansı halda necə tələffüz olunur. Əgər feillərin sonu kar samitlərdən biri ilə bitirsə, onda id hərf birləşməsi t səsini verir. Məsələn, help. Baxaq görək, help sözünün sonu nə ilə bitdi? P hərfi ilə bitdi. Demək ki, id t kimi tələffüz olunacaq. Help, helped. Daha biz onu helped deyə tələffüz etməyəcəyik ki, bunu mən çox eşidirəm. Nəzərə alaq ki, ingilis dilində hərf birləşmələri birləşib kar saməti əmələ gətirə bilir. Məsələn, watch feili kimi. Watch, watched. Sondakı TCH hərf birləşməsi ç səsini verir. Ona görə də id t kimi oxunur. Sözləri düzgün tələffüz etmək üçün gəlin kar samitləri tanıyaq ki, bilək ki, bunlardan sonra id t kimi oxunacaqdır. Kar samit deyəndə nə başa düşürük? İngilis dilində unvoiced consonants, yəni bu səsləri səsləndirərkən əlimizi boğazımıza tutsaq, boğazımızın titrəmədiyini, səs tellərinin titrəmədiyini hiss edəcəyik. Yəni bu səslər boğazdan çıxarkən yalnız hava ilə tənəffüs olunur. Boğazda heç bir titrəyiş hiss olunmur. Ekranda gördüyünüz hərflər, səslər kar samitlərə aiddir. P, t, k. Cümlədə, sözdə k səsini hansı hərflər verir? K və C hərfləri verir ingilis dilində. Sonra F, S, S hərfi, Ş, SH birləşməsi Ş səsini verir. CH hərf birləşməsi Ç səsini verir. Məsələn, watch sözündə olduğu kimi. Sözləri tələffüz edək ki, daha yaxşı yadınızda qalsın. Helped, stopped, worked, laughed, missed, washed, watched və ya feillərin sonunda ks səsini verən, bizim dilimizə desək x hərfi qız kimi oxunur və o id əlavə olunarkən id t kimi oxunur. Fixed. Görürsünüz, onsuz da onu d kimi tələffüz edə bilmirik. Fixed alınmır və ya fixed eşidə bilərsiniz. Təbii ki, bu yanlışdır. Tamamilə yanlışdır. Fixed. Mövzu növbəti dərslərdə davam edəcək. Təbii ki, bundan sonraki dərslər sonu cingiltili samitlərlə bitən feillərin tələffüzü ilə bağlı olacaq və sonu d və t ilə bitən hərflərin tələffüzü ilə. O tamamilə digərlərindən fərqlənir. Ona görə də ardıcıl olaraq dərsləri izləyin. Uğurlar sizə.